Paralel olaraq da hər şey həyatımıza, niyyətimizə görə olduğuna görə Elnari xanımla tanış oldum. Həyat gətirdi, çıxartdım. Zümrüd xanımın izləyicilərinə bol-bol salamlar və enerji göndərirəm. Və gözümlə gördüm ki, tamamilə şikayət etməyən və qınamayan insan necə olur? Mən də biraz düzdür, xasiyyətimdə var bu, amma Elnari xanımın hesabına daha çox kəşf eləyə bildim. Ona görə də niyyətimiz nədirsə həyatda ona uyğun gətirir. Elnari xanımla bunun üzərində biraz daha da danışdıq və Elnari xanım da öz missiyasını yerinə yetirən xanımlardandır və bundan zövq ala bilən və həyatını yaşaya bilən insanlardandır. Ona görə də şikayətsiz, qınaqsız yaşayaq. Şikayət etməyin, sadəcə həyatı sevin, həyatdan zövq alın. Və bu gənclər həmən bunu anlamır, amma illər ötdükcə insan anlayır ki, bu həyatda yaşamaq üçün sevmək, sevilmək və təbiətdən zövq almaq lazımdır. Ən əsası şikayət etməyin, həyatınıza şükür edin. Yaşayın.